Emirti bir inşaatta tabii ki şansın kapsadı loteriyamıza artık start verdi. Adlar soyadlar çekilmeyle dostları davet edeceğiz. Onlar da özel hediyelerini özleriyle beraber öz menzillerine paylaşacaklar. Emirti bir inşaat her zaman öz yenilikleriyle öz dostlarını sevindirmeye de devam eder. Ve Emirti bir inşaat Azerbaycanımızda, Mingəçevirimizdə bir nömrələrdən. O zaman öz müşterilerini memnun etmek için Emirti bir inşaat bak böyle güzel loteriyaları hayata geçirmekte müşteriler, alıcılar daima memnun olsunlar. Emirti bir inşaat birçok yeniliklere ve ilklere imza atmakta yine de devam eder. Rəhbərlik heyətinə təşəkkür edirəm. 6 aydan bir keçirilən loteriyalarımızda Nivo markalı avtomobil elde etmeye şansınız da olacak. Biz 16 ildir ki sizinle bir beraber əməkdaşlığa başlamışıq ve aprel ayının birinde bizim artık 17 yaşımız tamam olur. Yallah. Her vaxtınız xeyirli olsun aziz dostlar. Hoş gelip sefaları getirmişsiniz. Bugün Emirti bir inşaatta tabii ki şansın kapsadı loteriyamıza artık start verdi. Ve bu dəqiqələrdən itibaren yüzünüzde tebessüm yaratacağım. O sebepten ki mesele loteriyalar çıktıkları anda adlar soyadlar çekilmeyle dostları davet edeceğiz. Onlar da özel hediyelerini özleriyle beraber öz menzillerine paylaşacaklar. Ve tabii ki son çarşamba akşamdı. Biz bir beraber bahar bayramımızı qeyd edirik. Elimize, obamıza düşerli olsun inşallah. Her taraf artık yaşıllığa qərq olmaktadır. Ve ağaçlar da çiçəkləyir. Kalbimizde, ruhumuzda bir istilik, bir enerji, bir teravət var. Ve tabii ki Emirti bir inşaat her zaman öz yenilikleriyle öz dostlarını sevindirmekte devam eder. Ve mütemadi olarak müəyyən loteriyalar hayata geçirilir ki dostlar da müəyyən alışverişler zamanı müəyyən loteriyalar elde edirlər ve nihayet müəyyən bir vaxt təyin olunandan sonra bu loteriyanı rahat şekilde değerli dostlar sizlerle hayata geçirdirik. Ve Emirti bir inşaat Azerbaycanımızda, Mingəçevirimizdə bir nömrələrdendir. O sebeptendir ki bütünlükte A'dan Z'ye inşaata ait ne isteseniz Emirti bir inşaatta elde etmeyi mümkündür. Ve məxsusi indirimler de mevcuttur ki dostlar da bu indirimlerden yararlanırlar. Hem nağd alışlar hayata geçirdiler hem burada rahat şekilde kredi elde etmeyi mümkündür ki yalnız şəxsiyyət vəsiqəsində yaxınlaşırsınız, rahat şekilde yerindece kredi elde etmeye şansınız var. Bir kart veya taksit kart da geçerlidir ki siz de dostlar bundan istifade edebilirsiniz. Ve her zaman öz müşterilerini memnun etmek için can atan, çalışan Emirti bir inşaat bak böyle güzel loteriyaların hayata geçirmekte en esas məqsədi odur ki müşteriler, alıcılar daima memnun olsunlar. Ve onların da yüzünde bu bayram günlerinde tebessüm yaradır. Ve tabii ki biz 16 ildir ki sizinle bir beraber əməkdaşlığa başlamışıq ve aprel ayının birinde bizim artık 17 yaşımız tamam olur. Deməli inşaat pazarında 17 ildir dayanmadan, yorulmadan fasilesiz olarak çalışan Emirti bir inşaat birçok yeniliklere ve ilklere imza atmakta yine de devam eder. Ve yine de özel bir loteriyamıza başlayacak inşallah. Zəfər günü ilə bağlı bu başlayacak. Aprel ayının 8'indən ta 8 noyabr Zəfər gününe kadar özel bir loteriyada bu andan start vereceğiz aziz dostlar. Ve her 6 aydan bir loteriya hayata geçirmek nəzərdə tutulur. Ve özde avtomobilsiz artık olmayacak. Tam olarak 6 aydan bir keçirilən loteriyalarımızda Nivo markalı avtomobil elde etmeye şansınız da olacak. Odur ki yalnız seçiminiz Emirti bir inşaat olsun ki hem buradan alışveriş edeceksiniz ve alışveriş mükabilinde kuponlar təqdim olunmaqla ad, soyad, əlaqə nömrələri, ünvan hatırlatmağınız yeterlidir ki artık oyunlarımızda, loteriyalarımızda sizin de şansınız üzünüze gülsün. Bu barədə çox danışmaq olar. İlerleyen dəqiqələrdə ara sıra mən müəyyən məlumatlarımı vereceğim. Ancaq təbii ki sizler de salamlamaq üçün, öz təbrik mesajlarını çatdırmaq üçün Emirti bir inşaatın administratoru Əliyev Qorxmaz da dəvət edirəm ki, Qorxmaz bəy də öz fikirlərini sizinle bölüşsün ve daha sonra heyecanlı anlara, heyecanlı dəqiqələrə start verək. Baxıram ki dostlar da heyecanlıdırlar. Loteriyalar əllərində səbirsizliklə gözləyirlər. Çalışacaq ki burada herkesin üzünde bu bayram gününde özel bir tebessüm olsun. Qorxmaz bəy, dostlara salamlayaq inşallah ve start verək, başlayaq və özel loteriyamızı. Buyurun. Hamınızı hoş gördünüz. Ahı çərşənbəniz mübarək olsun. Xalqımıza, millətimizə düşərli olsun inşallah. Bildiğiniz kimi değerli müşteriler, loteriyamız əlinə halını alır. Allah'ın
köməklə, Allahın izni ilə də zəfər loteriyamız başlayacaq aprel ayından. Qisməti olan qazansın, xeyirsin. Bir alkışlar seslendirir. Hem emirti bir inşaatta hem de Korkmaz Bey inşaatine. Sizinle her şey daha güzeldi ve sizinle her şey daha mükemmeldi aziz dostlar. Hazırlık mı bu heyecanı hissi beraber yaşamaya? Hazırlık mı? Başlayalım mı loteriyamızı hayata geçirmeye? Bizi sosyal şebekelerden izleyen dostlar da var. Onlara da məxsus olarak salamlarımızı gönderip onsuz da her gün canlı yayınlarımız baş verir. Haftanın 1. ve 4. günleri canlı yayınlarda da biz emirti bir inşaatın ve bölmeler hakkında dostlara tam olarak etraflı məlumat verir ve çalışırıq ki onlar məhsul seçəndə yanlışlığa yol verməsinlər. O sebepten yalnız emirti bir inşaatı sosyal şebekelerden, Instagram'dan, Facebook'tan, Twitter'dan ve tabii ki bugün de müəyyən bu platforma var ki TikTok her yerde daha çok tamaşacı kütlesi kazanıp TikTok'tan olan dostlarımız da salamlayırıq. Bu güzel günümüzde, bu güzel anımızda şansın Qapısı adlı loteriyamıza start verdik. Bugün son çarşamba akşamınızı bir daha bayramınız mübarek olsun aziz dostlar. Öyleyse başlayalım. İlk hediyemiz nedir dostlar? Nedir ilk hediyemiz? Ariston olacak. İlk hediyemiz vanlı otaq üçün elektrik enerjisiyle çalışır. Elektrik enerjisine de qənaət edir. Öyleyse çarkımızı derecede getirerek ve ilk galibin adını söylemeye səbirsizlənirəm. Görək kim olacaq? İlk galibimiz Kərimov Ramil. Mingəçevirdəndir. Əlaqə nömrəsi sonu 9828. Burada yoxdur aranızda. Kərimov Ramil 9828. Mingəçevirdən. Bax bu Aristonu əldə etdi. Elektrik enerjisiyle çalışan Aristondur ki, vanlı otağınızda istifadə edə bilərsiniz. Növbəti hədiyəmiz. Mən çıxardacağım təbii ki kuponlarımızı. Domofondur. Domofon qapı üçündür. Kim sizin qapınızı döyəcəksə, qapını açmadan içeride rahat baxmaqla həmin insanın simasını tanıyacaksınız ve bir düyməni sıxmaqla qapı üzünüzə açıq olacaq. Elə şansın qapısı kimi. Odur ki, başlayaq növbəti loteriyanı çıxardaq. Görək kimin qismətinə yazılacaq. Bax bu gördüyümüz domofon. Qalibimizin adını söyləyirəm sizə. Bayramov Rafik 7422 nömrəsinin sonu. Bayramov Rafik 7422 Mingəçevirdən. Domofonu kazandı. Hayırlı uğurlu olsun. Burada olan dostlara kiçik hediyeler olarsa yerinde anında təqdim ederiz. Büyük hediyeler olarsa tabii ki daha sonra gelip aparacaklar. Burada olan bütün hediyeler öz sahiplerine kavuşacak. Bizim isteğimiz budur. Bir halda böyle güzel loteriya həyata geçirilirse demeli çalışırıq ki siz galibler sırasında olasınız. Moykadır ve bakal dəstidir. Növbəti şanslı insan kim olacak? Dostlar da bize kömək eləsinlər, xahiş edirəm. Hem loteriyamız. Dostlar siz de yaxınlaşıp çıxardabilirsiniz. Hanımlar yaxındadırsa buyursunlar bir çıxarsınlar görək şans kimin üzrə görəcək. Buyurun çıxardabilirsiniz. Görək kimdir bu? Növbəti şanslı insan. Hasanov Arif 0193. Əlaqə nömrəsinin sonu Mingəçevirdən. Hasanov Arif 0193. Bak bu hediye de onun oldu dostlar, xahiş edirəm. Kömək hediye de götürək. Kimdir? Buradasınız. Bir alkışlar seslendireyim de. Aziz dostlar, sahibi buradadır. Hasanov Arif 0193. Dostlar yoxlayanlar biletiyle beraber, loteriya biletimizle üst üste düşəcəksə bu hediyeni beraber təqdim edərik. Buradasınız mı? Bir baxan zəhmət olmasa. Hasanov Arif 000784 nömrəli bilet. 000784 nömrəli loteriya biletinin sahibi. Bəli, tamamıyla doğrudur. Eynisi ve sahibi de buradadır dostlar. Dikkat edin. Nömrələr tam olarak birbirine uygunluk teşkil edir. Bak bu sizindir. Adınız bir neçə dəfədə çıxa bilər. Bir insanın adı bir neçə dəfədə çıxa bilər. Dostlar, burada hiçbir qəbahət yoktur. Çünkü 50 manatlıq alışverişte bir kupon elde edirsə, dostlar var ki, gəliblər müəyyən alışverişler ediblər və müəyyən məbləğ xərcləyiblər ki, onların birdir 10, 100, 20, 50 de kuponu ola bilər. Yəni o səbəbdən bunu nəzərə alaq. Daha sonra nedir bu?
qazan dəstidir və boşqabları da içərisində, yəni altında da boşqab və qazan dəsti xanımların ən çox sevdiyi. Odur ki, bateriyamızı çıxardaq və mütləq xatırladaq ki, burada olan dostlar içsinlər. Növbəti. Həsənov Arif 0193 Mingəçevirdən 000-782. Maşallah Arif müəllim loteriya qoymuyor MRT bir inşaatda. Alışveriş nəticəsində loteriya qazanır. Arif Bey uzaq yetmedi. Deyəsən bugün sizin şans üzünüzə gülür və o səbəbdən bugün bayrama qarışacaq. 000-782. Buradadır mı? Bəli, eyni ilə özlüdür. Bir daha təbrik edirik. Bu qazan və boşqab dəsti də sizindir. Dostlar qeydiyyatını aparsınlar. Və yenidən hərəkətə gətirək sehirli qutumuzu. Və əziz dostlar, burada hər şey şəffaflıqla həyata keçirilir ki, sizin göz önünüzdə. Sizlər də yaxınlaşıb bu sehirli qutunun içərisindən kuponları çıxarda bilərsiniz. Yaxınlaşaq dostlar, çıxardaq. Gəl çıxardaq, gəl. Biz ümumiyyətlə ən çox sevdiyimiz və üstünlük verdiyimiz nədir? Şəffaflıq təmin olunsun və bu şəffaflığı təmin etmək üçün də mütləq sizdən istifadə etməliyik ki, bu şəffaflığa hər birimiz şahidlik edək. Fuad Süleymanlı 003422 nömrəsidir kuponun və əlaqə nömrəsi sonu 2200. Mingəçevirdən Fuad Süleymanov. Nə qazandı bizdən? Plafon dəstidir, böyük ilə balaca. Media firmasına məxsus özəl bir plafon dəstidir. Yenidən hərəkətə gətirək sehirli qutumuzu. MRT inşaata daxil olmaq lazımdır. Müəyyən alışverişlər etmək lazımdır ki, siz də müəyyən keçirilən loteriyalarda bax belə yaxından iştirak etməklə özəl hədiyyələr qazanırsınız. Bir daha qeyd etmək istəyirəm. Hər 6 aydan bir loteriyamız həyata keçiriləcək və hər 6 aydan bir keçirilən loteriyamızda mütləq Nivo markalı avtomobil də oynanılacaq və elə andan bir ipucu vermək istəyirəm ki, 8 noyabr tarixinə qədər loteriyamıza start verəcəyik ki, zəfər günü ilə bağlı Nivo markalı avtomobillə qazanmaq şansınız olacaq. Növbəti, kuponun sahibi Əli Kərimli 008722 Mingəçevirdən olan bizim müştərimizdir. Nə qazanır bizdən? Ev təravətləndiricidir və bir də su şılqadır, belə deyilmi? Paltar asmaq üçün, paltar qurutmaq üçün su şılqadır və ev təravətləndiricidir ki, bundan da istifadə edə bilərsiniz. Xeyirli, uğurlu olsun, Əli Kərimli. Burada olmayan dostlar əlaqə saxlanılacaq, mütləq şəkildə əlaqə nömrələri onsuz da kuponun üzərində var və onları dəvət edəcəyik ki, onlar da buyurub MRT bir inşaata gəlib öz hədiyələrini rahat şəkildə əldə edirlər. Növbəti kuponun sahibini təqdim edək və xanımlar, bəylər, xahiş edirəm, sizlər də yaxınlaşasınız. Ramil Kərimov 9828 Mingəçevirdən 010400 nömrəli kuponun sahibi. Nə qazandı bizdən? Sok çəkən və bakal dəsti. Xeyirli uğurlu olsun. Dostlar hər biri öz qeydiyyatını aparırlar. Burada olmayan dostlara bir daha qeydiyyat səsləmək istəyirəm ki, onlara da əlaqə nömrələrlə əlaqə saxlanılacaq və gəlib aparacaqlar. Və değerli dostlar, aprelin 8-dən başlayacağıq yeni bir loteriyamıza. Diqqətli olaq, aprelin 8-dən başlayacağıq, ta zəfər günü sonlandıracağıq. Nivo markalı avtomobil sahibine qazanacaq və bu bütün Nivo markalı avtomobiller mütəmadi olaraq, yəni hər 6 aydan bir MRT bir inşaatda belə loteriyalar həyata keçiriləcək və Nivo markalı avtomobil əldə edəcəyik. Biz isə aprelin 1-də nə az nə çox 17 yaşımı qeyd edəcək. Bu deməkdir ki, bir tikinti sektorunda, bir tikinti bazarında 17 yıl ayaqda durmaq hər sahibkar üçün deyil. Ancaq biz MRT inşaat olaraq maşallah olsun ki, daima irəliyə zirvələri fəth etməyə və geniş tamaşaçı kütləsi, auditoriyası qazanmağa, müştəri məmnuniyyətini, üzündə təvəzzün yaratmağa mütləq çalışırıq və o səbəbdən müəyyən indirim kampaniyaları da həyata keçirilir. Məsələ bizim MRT hiper inşaatımızda. Növbəti loteriyanın sahibi 004288 Kamal Bəşirov, əlaqə nömrəsi 2239. Burada olan varsa yaxınlaşa bilər. Nə qazanır bizdən? Sensorlu Musser qabıdır, yəni zibil qabıdır və üzərində isə ləpə qabıdır və bu zibil qabı sensordandır. Bir toxunuşda açılır və siz istədiyiniz zibili içərisine atırsınız, yenidən toxunuşla bağlanır və üzərində də bir xüsusi hədiyyə də öz sahibinə qovuşur. Yenidən dostlar kömək etsinlər. Xanımlar, bəylər, yaxınlaşa bilərsiniz, xahiş edirəm. Yaxınlaşaq, kuponları bir bərabər çıxardaq. Kim istəyir buyursun.
Buyurun hanımlar, yakınlaşın zahmet olmasa. Sizin de bir elinizi tutarlıca diye göre olabilir. Sizin özünüze de düşerli oldu ve diğer dostlara da düşerli olabilir. Növbəti 004352 numaralı kuponun sahibi Əhmədov İlqar 2023 numaralı kuponun sahibi Koroğlu küçəsi Əhmədov İlqar 2023 0043 52 nömrə isə kuponun nömrəsidir ki onu da bildirmək lazımdır. Köy gruda plastırdı bu ve üzerinde ise bakal dəstidir. Xanımlara lazım olan ve her zaman məişətimizdə istifade ettiğimiz ve bize gərəkli olan. Beyler yaxınlaşaq xahiş edirəm. Yaxınlaşaq kupon çıxardaq. Buyurun buyurun. Kim yaxınlaşmaq istəyir buyursun. Ki hər dəfə özümüz çıxartmayaq. Buyurun buyurun. Hər biriniz yaxınlaşa bilərsiniz. Ki burada çalışırıq ki her şey şəffaf olsun ve biz bu şəffaflığımızı korumalıyıq. Çünkü bu bizim devizimizdir, bu bizim yanaşmamızdır. Cabbar Əliyev 000984 numaralı kuponun sahibi əlaqə nömrəsi 1480 sonu. Cabbar Əliyev yaxınlaşıb öz hediyesini götürə bilər. Qabı yuyandan sonra üzerine rahat şekilde ki suyu süzülsün ve üzerinde ise qabı dəstidir. Yaxınlaşıb götürə bilər ve aynı zamanda burada olmayan dostlar üçün də əlaqə nömrələri var kuponların hər birinin üzərində əlaqə saxlanılacaq. Onlar da yaxınlaşıb hediyələrini əldə edə bilərlər. Növbəti yaxınlaşaq çıxardıq, xahiş edirəm. Buyurun. Ve bu güzel mekanımızda tabii ki A'dan Z'ye her bir şeyi elde etme olar ve hatta bizim bu güzel MRT bir inşaatımızda ideal mebelde birinci mertebede yerleşir ki siz de yakınlaşıp müəyyən evinizin mebel tədarükünü görebilirsiniz veya da evladınız varsa ona da cehizli hakkında düşünürsünüzse yakınlaşın MRT bir inşaata buradan ideal mebellerden elde edin, eviniz, mənziliniz daha güzel olsun. Növbəti nömrəmiz 003963 Ülhü Məhərrəmli 1467 əlaqə nömrəsinin sonu bizden kazanır. Qazan dəstidir. Qazan dəsti və üzərində qaşıq, vilka dəsti ilə bir bərabər əlaqə saxlanılacaq. Burada olan dostlar mütləq mən kupon nömrələrini söylədiyim anda eğer buradadırlarsa yaxınlaşıb hediyelerini yerində də götürə bilərlər. Böyük hediyelerimiz də ola bilərsə, böyük hediyelerimiz isə mütləq şəkildə loteriyamız bitəndən sonra əldə edə bilərsiniz. Kim yaxınlaşmaq istəyirsə yaxınlaşsın, xahiş edirəm. Hanım yaxınlaşın. Siz buradasınız. Belki elə şans sizin üzünüze girdi. Növbəti kuponun sahibi Qorxmaz. Mingəçevirdən 8807 nömrəli kupondur. Əlaqə nömrəsiydi. 000482 nömrəli kuponun sahibi Qorxmaz. Əlaqə nömrəsi 8807. Nedir burada? Samovardır burada. Samovarımızdır. Üzerinde nedir? Üzerinde ise Nəlbəki dəstimizdir. Qorxmazındır. 8807 əlaqə nömrəsinin sonu. Hərəkətə gətirin zəhmət olmasa və yaxınlaşmaq istəyən dostlar, xahiş edirəm. Sizlər də buyurasınız. Özel bir bayramı beraber yaşayırıq. Elimizə obamıza bahar gəlir. Hər birinizin ruhu, ovqatı təzələnir. Baxıram üzünüzə də təbəssüm var. İşçilər maşallah hökümranlıq etmeye başlayacak. Yaz, yay, payız, qış Azərbaycanımızda gözəldir. Ve biz de istedik ki bu bayrama karışsın. Her biriniz özel hediyeler elde edəsiniz. 010569 numaralı kuponun sahibi Sahib İsmailov. Əlaqə nömrəsi ise 2510'du sonu. 32 diye kanallık, öyle değil mi? Süper. Televizor elde ettiği 510 Sahib İsmailov 010569 numaralı kuponun sahibi. Hayırlı istifade etsin. Düşərli olsun. Bu bayram gününde özel hediyeler kazanmayı ham istəyir ve hamınıza da arzu edirik ki bu hediyeleri kazanasın. Növbəti iştirakçılarımız var. Yaxınlaşaq. Dostlar. Yaxınlaşabilirik. Buyurun zəhmət olmasa. O çəkdi o tərəfə kuron. Belə çalışacaqlar onun üstündə. Bu tərəfə qoydu. Çıxarda kuponumuzu. Bura qoydu. Dəqiqə süzət dağı da yalla bu tərəfə qoydu. Baxşiyev Elnur Mingəçevirdən 010033 numaralı kuponun sahibi əlaqə nömrəsi yazmayıb üzərine.
Ancaq qeyd edirəm, Baxşiyev Elnur 010033 nömrəli kuponun sahibi Xəmir Yoğuran. Xanımların indi maşallah rahatlıqla müəyyən bu elm texnologiyanın inkişafı xanımlarımıza bir qədər rahatlıq yaradır və xəmir qarışdıranlar var, yemək bişirənlərimiz var, pilsoslar var, ət çəkənlər var, soyuducular, nələr bugün də mətbəximizdə və məişətimizdə geniş şəkildə istifadə olunur. Odur ki, əziz dostlar, siz də bax belə alışveriş edirsiniz MRT1 inşaatda. Hər alışverişinizin məbləğində isə sizə kuponlar təqdim olunacaq ki, bu sehirli qutunun içərisində siz də gəlib burada iştirak etməklə özəl hədiyyələr əldə edəcəksiniz. Əliyev Arif Mingəçevirdən 001628, əlaqə nömrəsi isə sonu 0554. Bizdən nə əldə etdi? Kokteyl aparatı və qənd dəsti. Kokteyl aparatı və qənddan. Qənddir ki, xeyirli, uğurlu istifadə eləyə bilər. Növbəti bateriyamızı çıxardacağıq. Yaxınlaşıb çıxarda bilərik. Asude Gutmanova Mingəçevirdən 9401 nömrəni xatırladıram 004215 Asude Qurbanova əlaqə nömrəsinin sonu 9401. Nə qazandı bizdən? Bedi dəsti və üzərində isə kağızlığı da əlavə olub ki, artıq kağızlığına da pul verməyə heç bir ehtiyac yoxdur və sahibi gəlib apara bilər. 004215 nömrəli kuponun sahibi. Hərəkətə gətirək. Sonra kim yaxınlaşıb çıxartmaq istəyir? Buyuraq çıxardaq, gəl. Əliyev Ceyhun 008165 nömrəli kuponun sahibi. Əlaqə nömrəsi sonu 1219. Nə qazandı bizdən? Mikser. Bəli, qablı mikserdir, qabda üzərindədir. Xeyirli olsun. Burada olan dostlara bir daha səslənmək istəyirəm ki, əgər burada olanlar varsa adları çəkilədir və əlaqə nömrələrinin sonu, loteriya biletləri yaxınlaşa bilərlər. Olmayanlar isə mütləq şəkildə əlaqə saxlanılacaq və Mingəçevirimizin ən böyük inşaat bazarı MRT1 inşaatda özəl loteriyamız həyata keçirilir və şansın qapısı. Bugün də siz dəyərli dostlar şans qapısındasınız və arzu edək ki, şansınız üzünüzə gülsün. Musayev Nəsimi Ərəşdən 0033 56 nömrəli kuponun sahibi, əlaqə nömrəsi isə 3270. Nə qazandı bizdən? Bakal dəsti ilə tərəvəz çəkən. Bakal dəsti və tərəvəz çəkən aparat bizdən qazandı. Bir daha gedilmək istəyirəm. 3270 Musayev Nəsimi 0033 56 nömrəli kuponun sahibi. Əziz dostlar, biz nə vaxt loteriya həyata keçirmişiksə və hər zaman şəffaflığı ön sıralar almışıq. Mütləq şəffaflıq bir işin başlanğıcı və ən gözəl göstəricisidir. O səbəbdən hər biriniz yaxınlaşıb bu sehirli qutunun içərisindən kupon çıxarda bilərsiniz ki, bəlkə də qismətinizə öz adınız və yaxud da digər dostların, yaxınların adı, soyadı çıxa bilər. Və o səbəbdən